بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على عبده ورسوله محمد وعلى آله وأصحابه وتابعهم أجمعين. الله رب بس قرآن دايتا أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. أي إيمان كترغم بندلر alдағы қауымларға, алдағы буынларға да фарыз қылынған кебек, сізге де ураза тұту фарыз қылынды. Бәлки сіз шушы ғамәлләрне эшләп тақвалыққа ирешерсез ди. Һәм Аллаһ Раббыбыз Qur'анда икенче бер аятларында әйтә, кем айны күрсә, ураза тотсын ди. Аллаһ Раббыбыз бер кутси хадистә Пәйгамбәр саллаллаһу алейхи ва саллям китергән хадистә Аллаһ Раббыбыз әйтә: كل عمل ابن آدم يضاعف الحسنة بعشر أمثالها إلى 700 ضعف. Qudsi hadisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Taala'nın sözlərini kitirə, Allah Rabbimiz aytadi, hər bir bəndənin əməli arttırıladı. Kim degəndə 10 tapqırdan alıb 700-gə hədlədi. Həm hadisni davam etib Peyğəmbər sallallahu aleyhi və səlləm aytə, "Qalallahu Taala İlla s-sawma fe-innehu li ve ana eczi bih." Məgər urazadan başqa de. Dürüstlükdə uraza ol minim üçün, həm min ağa özüm savablarım verirmin. Yada'u şahvatahu ve ta'amahu min ecli lis-saimi farhatani farhatun 'inda fitrihi ve farhatun 'inda liqa'i rabbih ve la khulufu fihi atyabu 'inda Allahi min rihil misk. Hem Allah Rabbimiz ayta dürüstlükdə de, ol minim üçün, yani mindən qorqab, minim rizalığım üçün özünün şahvatlərin, tiləklərin, özünün rizığın, özünün işimligin taşladı. Hem Peyğəmbər sallallahu aleyhi və səlləm ayta, dürüstlükdə uraza tutuşunu iki savab kütə. Birisi şunun iftar şadlığı, ikincisi Allah Teala bilen görüşkəş bulaşaq şadlıqdır. Hem nindi şadlıq kütəm ikən ol uraza tutuşunu. Bir hadisində Peyğəmbər sallallahu aleyhi və səlləm ayta, "İnne fil cenneti baban yuqalu lehu rayyan." Dürüstlükdə cennətdə Rayyan isimli bir qapqa vardır. "Yadkhulu minhu s-saimuna yawmal qiyamati." Şuşu qapqadan, şuşu Rayyan degan qapqadan qiyamet günündə bari tik uraza tutuşlar gına kirerdi. "La yadkhulu minhu ahadun gayruhum." Hem alardan başka birov da şuşu işikten kire olmaz. Yuqalu ayna s-saimuna feyaqumuna la yadkhulu minhu ahadun gayruhum. Hem Peygamber sallallahu aleyhi ve sellem ayta, hem aytilir kıyamet gününde Allah subhanahu teala sorarga koşur, qayda uraza tutuşular deyip. Soğundan uraza tutuşular urunlarından basarlar, hem cennetke şuşu qapqalardan kirirler. Şuşundan soň فَإِذَا دَخَلُوا أُغْلِقَ فَلَمْ يَدْخُلْ مِنْهُ أَحَدٌ de. Hem soňgy uraza tutuşular kirip bitkenden soň şuşu qapqalar yabılır, hem ondan soň onda bir kim de kirmez.